İstərdim öz məsuliyyətimlə efir qarşısında deyim ki, nəinki gözləmirdi, nəinki incidi, söhbət bundan getmir. Gözləmirdi, insan uman yerdən küsər. Ayətullah Amili də bunu bir dəfə bir məclisdə işarə etmişdi. Biz artıq çoxdandır Azərbaycandan ummuruq belə bir şeyləri. Elə o zamandan ki, İsrail rejimi ilə əlaqəyə girdi, Qəzdə zolağını müdafiə etmədi, uşaqların, qadınlarının ölməsinə göz yumdu, yanacaqlarını təmin etdi. İndi 7 yaşlı uşaqlar şəhid olur və siz buna susursunuz, hamilə qadınlar şəhid olur, siz buna susursunuz. Necə bunu bacarırsınız? Və qorxun ki, Azərbaycanın şiyələri, qeyrətli müsəlmanları sizə qarşı qalxacaqlar və buna dözməyəcəklər. Əgər axırınızı görmək istəmirsinizsə gözünüzün qarşısında, vicdanınızın gözünü biraz açın, bir miqdar geri çəkilin siyasətlərinizdən, kənardan baxın məsələlərə. Sizdən bir Azərbaycan türkü olaraq, Azərbaycan vətəndaşı olaraq soruşuram. Azərbaycandan nə istəyirsiniz? Niyə Cənubi Azərbaycandakı bacı qardaşlarımızın beynini yumağa, onların tarixini unutmağa sövq edirsiniz? Nədən qorxursunuz? Axı Azərbaycandan sizə heç bir təhlükə yoxdur. Ermənistanın 30 il ərzində işğalda saxladığı Azərbaycan torpaqlarına Tehranın tırlarla göndərdiyi silahlar, yanacaq və raket hissələri hardan gəlirdi? Nə üçün İranın səsi Bərdənin, Gəncənin, Tərtərin mülki əhalisi bombalananda çıxmadı? Əgər siz bugün İranın hərbi obyektləri bombalanır deyə Azərbaycandan səs gözləyirsinizsə, bəs siz niyə susdunuz həmin vaxt? Bəsit bəyanat belə vermədiniz. Şuşanın, Ağdamın, Cəbrayılın, Füzulinin, Zəngilanın işğal altındakı vəziyyəti haqqında niyə heç vaxt dilinizə bu cür cəsarətli cümlələr gəlmədi? Axı siz də müsəlmansınız və ermənilərin tövləyə çevirdikləri məscidlər sizin üçün də Allahın evidir.